Mətndə haqqında bəhs edilən Osmanlı sultanını müəyyən edin. Mömin bir sultan olduğundan və ədalətlə hökmdarlıq etdiyindən hələ sağlığında vəli, qayğı göstərən dost, yoldaş ləqəbini almışdı. Onun əmri ilə İspaniyadan qovulan yəhudilərə Osmanlıda sığınacaq verildi. Qonşu Səfəvilər dövləti və Misir Məmlük Sultanlığı ilə dostluq əlaqələri saxlayan bu hökmdar Venesiyalılar üzərində parlaq qələbə qazandı. Biz bilirik ki, İspaniyadan qaçan yəhudilərə və müsəlmanlara sığınacaq verən Vəli adıyla tanınan hökmdar 2-ci Bəyazid olmuşdur. O, eyni zamanda Səfəvi hökmdarı Şah İsmayılla və qonşuluğundakı Misir Məmlük Sultanlığı ilə dostluq əlaqələri saxlamışdır. Buna görə də düzgün cavabımız 2-ci Bəyaziddir. Digər Osmanlı sultanları bu cavaba uyğun gəlmirlər.